2026-cı ildən vergi güzəştlərinin balıqçılıq sahəsinə şamil edilməsi nəzərdə tutulur. Bununla bağlı vergi məcəlləsinə edilən dəyişikliyin balıqçılıq sektorunun davamlı inkişafına təkan verəcəyi gözlənilir. Balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və istehlakçıların balıqçılıq məhsulları ilə uyğun qiymətə təmin olunması məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və satışına aid edilən vergi güzəştlərinin 2026-cı il yanvarın 1-dən bu sahəyə də şamil edilməsi nəzərdə tutulur. Güzəştlər yalnız balıq kürüsünün istehsalına aid edilməyəcək. Qeyd edək ki, balıq yetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən emal edilən balıqçılıq məhsulları istisna olmaqla kəsilən və dondurulan balıqlar da kənd təsərrüfatı məhsulları kimi qiymətləndiriləcək. Qeyd edək ki, hazırda kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələri, yəni mənfəət, gəlir, əlavə dəyər vergisi, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara da vergi təşviqləri verilib.